Salam, bu videoda miqə düşmüş suallar ilə tanış olasınız. Gəlin baxaq görək bu il miqə hansı suallar düşmüşdü. Başlayaq birinci sualımıza. Deməli, ümumiyyətlə bu il miqdə şəkilli suallar, yəni şəkil üzərindən qurulmuş suallar, şəkilli testlər cəmi bir dənə düşmüşdü. Amma əvvəllər adətən miqdə 5-6 sual şəkilli suallar olurdu. Yəni şəkil üzərindən qurulmuş suallar düşürdü, şəkilli testlər düşürdü. Amma bu il nədənsə şəkilli testlərdən cəmi birinə rast gəldik və həmin o məşhur şəkilli sualımız budur. Deməli, belə bir alma şəkli verilmişdi və almanın üzərində işıq kölgə keçidlərini müəyyən etməyi istəyirdi. Gəlin indi birinci sualımıza baxaq. Verilmiş şəklə əsasən işıq kölgə anlayışı haqqında doğru variantı müəyyən edin. Deməli, burada 1 yarım kölgə, 2 şəxsi kölgə, 3 refleksdir. 1 yarım kölgə, 2 şəxsi kölgə, 3 refleks oldu. Birinci sualın doğru cavabı oldu C variantı. Bir də doğru cavabımız C oldu. Bu sual ibtidai sinif sualıdır. Əsasən ümumiyyətlə işıq kölgə anlayışları haqqında 4-cü sinifdə öyrənirik. Bir də 7-ci sinifdə də bu haqda məlumat var. Amma bu sual özü sırf ibtidai sinif sualıdır. 1 C oldu. İkinci sualımıza baxaq. Şagird gerb təsvir edir və gerbdə məşəl, çələng və palıd ağacını təsvir edərək həmin simvollar haqqında məlumat verir. Verilmiş nümunəyə əsasən doğru variantı müəyyən edin. Deməli, palıd ağacı güc, çələng şöhrət, məşəl elmi bildirir. İkinci sualda doğru cavabımız A variantıdır. Palıd ağacı gücü bildirir, çələng şöhrəti bildirir, məşəl isə elmi bildirir. Bu sual 5-ci sinif sualıdır. 2-də doğru cavabımız oldu A variantı. Üçüncü suala baxaq. Şagird bənövşəyi rəngli güllərdən ibarət natürmort təsvir edir. Amma bənövşəyi rəngi bitir. Şagird bənövşəyi rəngli güllərdən ibarət natürmortu tamamlamaq üçün hansı rəngləri bir-biri ilə qatıb bənövşəyi rəngi almalıdır? Müəyyən edin. Bənövşəyi rəngi əldə etmək üçün qırmızı rənglə göy rəngi qarışdırmaq lazımdır. Deməli, 3də doğru cavabımız B variantıdır. Qırmızı üstəgəl göy rəng bərabərdir bənövşəyi rəngə. Bu sual ibtidai sinif sualıdır. Rənglər haqqında əsasən ibtidai sinifdə öyrənirik. Ümumiyyətlə, bənövşəyi rəngi həm qırmızı ilə göy rəngin qarışığından əldə edə bilərik, həm də qırmızı rənglə mavi rəngin qarışığından əldə edə bilərik. Qırmızı rənglə göy rəngi qarışdıranda tünd rəngli bənövşəyi rəng alınır. Amma qırmızı rənglə mavi rəngi qarışdıranda isə açıq rəngli bənövşəyi rəng alınır. Yəni bizə tünd rəngli bənövşəyi rəng lazımdırsa, qırmızı ilə göyü qarışdırmaq lazımdır. Yox, əgər açıq rəngli bənövşəyi rəng lazımdırsa, o zaman qırmızı ilə mavi rəngi qarışdırmaq lazımdır. Biri var tünd bənövşəyi rəng, biri var açıq bənövşəyi rəng. Açıq bənövşəyi rəng üçün qırmızı rəngə mavi rəngi qatmaq lazımdır. Tünd bənövşəyi rəngi üçün isə qırmızı rəngə göy rəngi qatmaq lazımdır. 3də doğru cavabımız oldu B variantı. Qırmızı üstəgəl göy bərabərdir bənövşəyi rəngə. 4-cü suala baxırıq. Perspektiv qanunu ilə bağlı verilmiş yanlış variantı müəyyən edin. 4-cü sualda doğru cavabımız A variantıdır. Qovuşma nöqtəsi müşahidəçinin gözü qarşısında yerləşən xəyali düz xəttdir. Qovuşma nöqtəsi uzaqlaşan paralel xəttlərin təxmini birləşmə nöqtəsidir. Ona görə 4də doğru cavabımız A variantıdır. Deməli, qovuşma nöqtəsi dedik, uzaqlaşan paralel xəttlərin təxmini birləşmə nöqtəsidir. Müşahidəçinin gözü qarşısında yerləşən xəyali düz xətt qovuşma nöqtəsi deyil, üfüq xəttidir. Ona görə də 4də doğru cavabımız oldu A variantı. Bu sual da əsasən ibtidai sinif sualıdır. 4də doğru cavabımız oldu A.
Deməli, müşahidəçinin gözü qarşısına yerləşən xəyali düz xətt üfüq xəttidir. Qovuşma nöqtəsi isə uzaqlaşan paralel xəttlərin təxmini birləşmə nöqtəsidir. 4-də doğru cavabımız oldu. 5-ci suala baxaq. Şagird orta əsrlərdə mövcud olmuş geyim üslublarını öyrənir. Daha sonra onlardan birinə aid rəsm çəkir. Rəsm zamanı enli xətlərdən və naxışlı haşiyələrdən istifadə edir. Şagirdin yaradıcı tapşırığı hansı geyim üslubuna aiddir? Müəyyən edin. Deməli, burada açar sözlər, enli xətlər, bir də naxışlı haşiyələrdir. Əgər naxışlı haşiyə varsa geyimdə, deməli, həmin geyim roman geyim üslubuna aiddir. 5-ci sualda doğru cavab B variantıdır. Roman geyim üslubu. Geyim üslubları haqqında isə 7-ci sinifdə öyrənirik. Bu sual 7-ci sinif sualıdır. Deməli, burada cavabımız oldu roman geyim üslubu. 5B. 6-cı suala baxaq. Şagird təsvir qaydalarını öyrənmək üçün gipsdən hazırlanmış büst heykəli işıq kölgədən istifadə edərək təsvir edir. Verilmiş nümunə rəsmin hansı növünə aiddir? Müəyyən edin. Təsvir qaydalarını öyrənmək üçün tədris rəsmindən istifadə edirlər. Deməli, 6-cı sualda doğru cavabımız C variantıdır. 6C tədris rəsmi təsvir qaydalarını öyrənmək üçündür. 6C tədris rəsmi. Bu sual 6-cı sinif sualıdır. 7-ci suala baxaq. Şagird dolça təsvir edir. Dolçanın həcmli görünməsi üçün ən tünddən ən açığa doğru təsvir üsulundan istifadə edir. Həmin üsulu müəyyən edin. Ən tünddən ən açığa doğru deyirsə, burada açar sözü ilə ən tünddən ən açığa doğru sözüdür. Bu yaymadır. 7-ci sualda doğru cavab oldu. D variantı yayma. Yayma haqqında ibtidai sinifdə öyrənirik. Deməli, bu sualda ibtidai sinif sualıdır. Deməli, 7-də doğru cavabımız oldu. D variantı yayma. Açar sözümüzdə dedik, ən tünddən ən açığa doğru oldu. 8-ci suala baxırıq. Heykəltaraş əsərini yaradarkən diqqət etməli olduğu məqamlara aid deyil. Müəyyən edin. Ümumiyyətlə, heykəltaraş əsər yaradan zaman, heykəl yaradan zaman əvvəlcə materialı müəyyən edir, materialı seçir. Ondan sonra hansı obrazı yaradacaq onu seçir. Bir də həmin heykəlin harada yerləşəcəyini seçir. Ona görə də burada doğru cavabımız oldu C variantı. Əsərin dəbə uyğunluğu. Bu yanlış variantdır. Burada necə yanlış variantdır? Yəni heykəltaraş yaradacağı heykəlin dəbə uyğunluğunu belə deyim də nəzərə almır. Heykəltaraş heykəl yaradan zaman nəzərə alır heykəlin materialını, yaradacağı obrazı heykəldə, bir də heykəlin harada yerləşəcəyini nəzərə alır. Ona görə də A, B, D variantları gedir. Yerdə qalır əsərin dəbə uyğunluğu. Deməli, 8-ci sualda doğru cavabımız oldu C variantı. Heykəltaraş heykəl yaradan zaman heykəlin materialını nəzərə alır, hansı materialdan yaradacaq, ondan sonra hansı obrazı yaradacaq həmin heykəldə, bir də həmin heykəl harada yerləşəcək. Yaradıldıqdan sonra, hazır olduqdan sonra bunları nəzərə alır. Ona görə də 8-də doğru cavabımız oldu C. 9-cu suala baxırıq. Təbriz Memarlıq Məktəbinə aid olan doğru variantı müəyyən edin. Təbriz Memarlıq Məktəbinə aid olan doğru variant burada təmtəraq, dekorasiya müxtəlifliyi və kompozisiya kamilliyidir. 9-cu sualda doğru cavabımız oldu A variantı. Memarlıq məktəbləri haqqında da deməli 7-ci sinifdə öyrənirik. Bu sual 7-ci sinif sualıdır. Digər variantlara da baxaq. Yerli əhəng daşından tikilən tikililər, bu Şirvan-Abşeron Memarlıq Məktəbinə aiddir. Kərpicdən tikilmiş tikililər Naxçıvan Memarlıq Məktəbinə aiddir. Naxışlı haşiyələr, sadəlik, ciddi görkəm isə geyim üslublarına aiddir. Ona görə bu variantlar gedir. 9-da ona görə də doğru cavabımız oldu A variantı. 10-cu suala baxaq. Aran Memarlıq Məktəbinə aid olan Alban memarlıq abidələrini müəyyən edin. Aran Memarlıq Məktəbinə aid olan Alban memarlıq abidələrini müəyyən edin. Deməli, Müqəddəs Yelisey kilsəsi 1, Xudavəng monastırı 3, bir də Ağoğlan monastırı 4. 1, 3, 4. Yəni 10-cu sualda doğru cavabımız oldu C variantı. 1, 3, 4'dür.
Deməli, Aran memarlıq məktəbinə aid olan Alban memarlıq abidələri Müqəddəs Yelisey kilsəsidir, Xudavəng monastırıdır, bir də Ağoğlan monastırıdır. Orada imtahanda Müqəddəs Yelisey kilsəsi ilə yanaşı Kiş Alban məbədi də var idi variantlarda. Ümumiyyətlə, Müqəddəs Yelisey kilsəsinin digər adı həm də Kiş Alban məbədidir. Ona görə mən Kiş Alban məbədi variantını qoymadım. Çünki Müqəddəs Yelisey kilsəsinin adı digər adı ilə Kiş Alban məbədi olaraq gedir. Amma imtahanda Müqəddəs Yelisey kilsəsini də qoymuşdular variantda. Kiş Alban məbədi variantında qoymuşdular. Müqəddəs Yelisey kilsəsi ilə Kiş Alban məbədidir. Müqəddəs Yelisey kilsəsi deməli Şəkidə yerləşir. Ağoğlan monastırı Laçında, Xudavəng monastırı isə Kəlbəcərdə yerləşir. 10-cu sualda doğru cavabımız oldu C variantı. Bu sualda 7-ci sinif sualıdır. 11-ci suala baxaq. Müəllim şagirdləri Şuşa şəhərinə ekskursiyaya aparır və Şuşada yerləşən qədim məşhur Cövhər Ağa məscidinin bəzədilməsində iştirak etmiş məşhur rəssam haqqında şagirdlərə məlumat verir. Həmin rəssamı müəyyən edin. Həmin rəssam Mir Möhsün Nəvabdır. 11-ci sualda doğru cavabımız D variantıdır. Mir Möhsün Nəvab. Mir Möhsün Nəvab haqqında ibtidai sinifdə öyrənirik, yəni 4-cü sinifdə öyrənirik. Mir Möhsün Nəvab deməli Şuşada yerləşən Cövhər Ağa məscidinin minarələrinin bəzədilməsində iştirak etmişdir yaxından. Ona görə də doğru cavab burada Mir Möhsün Nəvabdır. Mir Möhsün Nəvab Cövhər Ağa məscidinin minarələrinin bəzədilməsində iştirak edibdir. Mirzə Qədim İrəvani Sərdar Sarayının belə deyim də divarlarında rəsmlər çəkibdir. Mirzə Qədim İrəvaniyə aiddir Sərdar Sarayı. Usta Qəmbər Qarabağiyə isə aiddir Şəkixan Sarayı. O da Şəkixan Sarayının divar rəsmlərini bərpa etmişdir. Ona görə o biri variantlar gedir. Kəmaləddin Beysad isə miniatürçü rəssamdır. Ona görə bu da gedir. Doğru cavabımız qalır Mir Möhsün Nəvab. Mir Möhsün Nəvab ilə də 4-cü sinifdə tanış oluruq. 11-də doğru cavabımız oldu D variantı. 12-ci suala baxaq. Müəllim şagirdlərə müharibəyə etiraz edərək məşhur əsərlər yaradan rəssamlar haqqında təqdimat hazırlamağı tapşırır. Həmin təqdimata əsasən şagirdlərdən biri Alman aviasiyası tərəfindən bombalanmış şəhər haqqında təqdimat hazırladı. Həmin təqdimata əsasən doğru variantı müəyyən edin. Bu Pablo Picasso'nun Guernica əsəridir burada cavab. Deməli, şagird Pablo Picasso'nun Guernica əsəri haqqında təqdimat hazırlayır. 12-ci sualda doğru cavabımız D variantıdır. Pablo Picasso'nun Guernica əsəridir burada doğru cavabımız. Pablo Picasso'nun Guernica əsəri haqqında isə 9-cu sinifdə öyrənirik. Bu sualda 9-cu sinif sualıdır. Ümumiyyətlə, bu il 9-cu sinifdən çox saylı suallar düşmüşdü. Yəni, digər siniflərlə müqayisədə ən çox 9-cu sinifdən suallar salmışdılar demək olar. Deməli, 12-ci sualda doğru cavabımız D variantıdır. Pablo Picasso'nun məşhur Guernica əsəridir. 13-cü suala baxırıq. Jacques Davidin Horatislərin Andı adlı məşhur əsəri nəyə əsasən klassizm cəryanına aid edilir? Müəyyən edin. Əsərdə antik obrazlar vasitəsilə dövrün yeni ideyaları ifadə olunubdur. 13-də doğru cavabımız A variantıdır. Deməli, 13-də doğru cavab oldu A variantı. Jacques David haqqında isə 8-ci sinifdə öyrənirik. Bu sual 8-ci sinif sualıdır. 14-də baxaq. Şagirdlərə məşhur xarici rəssamlardan biri haqqında təqdimat hazırlamaq tapşırılır. Şagirdlərdən biri əsərləri qeyri-adi olan və fərqli tərzdə işləyən mükəmməl çertyoş çəkməyi bacaran rəssam haqqında təqdimat hazırlayır. Həmin rəssamı müəyyən edin. Həmin rəssam Salvador Dali'dir. 14-cü sualımız oldu. Deməli, C variantı. 14C. Salvador Dali. Salvador Dali haqqında 9-cu sinifdə öyrənirik. Bu sual 9-cu sinif sualıdır. Salvador Dali mükəmməl çertyoş çəkməyi bacarırdı və onun əsərləri qeyri-adi üsluba malik idi. Açar söz mükəmməl çertyoş çəkməyidir. Bir də əsərlərinin qeyri-adi olmasıdır burada.
14 oldu C variantı Salvador Dali. 15-ə baxaq. Şagird xalçaçılıq məktəbləri haqqında təqdimat zamanı məlumat verir və sonra həndəsi formalı göllərdən ibarət olan xalçanı təsvir edir. Həmin xalça hansı xalçaçılıq məktəbinə aiddir? Müəyyən edin. Həndəsi formalı göllərdən ibarət olan xalça Bakı xalçaçılıq məktəbinə aiddir. 15-də D-dir. 15-də doğru cavabımız oldu D variantı. Bu sual 5-ci sinif sualıdır. Şagird üfüqi zolaqlardan ibarət sadə həndəsi naxışlı xovsuz xalça təsvir edir. Həmin xalçanı müəyyən edin. Üfüqi zolaqlardan söhbət gedirsə, üfüqi zolaqlar palaza aiddir. 16-da doğru cavab B variantıdır. Üfüqi zolaqlar palazda olur. Şagird zolaqlar isə cecimdə olur. Bizdən burada üfüqi zolaqları soruşduğu üçün palazda doğru cavab 16B. Bu sual da 5-ci sinif sualıdır. Şagird Yunan memarlığına aid olan ionik sütunu təsvir edir. Təsvir zamanı kapitelini spiralvari formada bazası olmadan təsvir edir. Şagirdin təsvir zamanı buraxdığı səhvi müəyyən edərək doğru variantı tapın. Deməli, şagirdin burada buraxdığı səhv bazası olmadan təsvir etməsidir. İonik sütun bazalı sütundur. Bazası olmayan sütun dorik sütundur. Bunu bilirik. Kapitelini düzgün təsvir edibdir. İonik sütunun kapiteli spiralvari formada olur, amma bazası olmadan təsvir etdiyinə görə deməli şagirdin səhvi hardadır? Burada bazası olmadan təsvir etməlidir. Çünki bazası olmayan sütun dorikdir. İonik sütundur, korinf sütundur. Bunlar bazalı sütunlardır, bazası olan sütunlardır. İndi variantlara baxaq. 17-də elə doğru cavab A variantıdır. İonik sütunun kapiteli spiralvari formada olur. Gövdəsi incə və uzun, novçaları isə dərin olur. 17-də doğru cavab A-dır. Deməli, bazası olmayan dorik sütundur. Yuxarıya doğru genişlənərək konsu xatırladanda dorik sütundur. Kapiteli gönçə formasında olan isə korinf sütundur. Deməli, 17-də doğru cavabımız oldu A variantı. Bu sual 6-cı sinif sualıdır. 18-ə baxaq. Müəllim şagirdlərə Azərbaycan doğma yurdum mənim adlı yaradıcı tapşırıq verir. Şagirdlər Şuşa şəhərinin görünüşünü, Xəzər dənizinin sahilini və milli ornamenti təsvir edirlər. Eyni kompozisiya daxilində müəllim şagirdlərə bu yaradıcı tapşırıqla bağlı hansı düzgün istiqaməti verməlidir? Müəyyən edin. 18-də doğru cavab A variantıdır. Kompozisiyada əsas və köməkçi elementlər nəzərə alınaraq eyni istiqamətdə təsvir olunmalıdır. Bəli, kompozisiyada əsas və köməkçi elementlər nəzərə alınaraq eyni istiqamətdə təsvir olunmalıdır. Doğru cavabımız oldu 18-də A variantı. Deməli, 19-cu suala baxaq. Şagird yaradıcı tapşırıq zamanı quaş boyadan istifadə edir. Şagird quaş boya haqqında hansı məlumatları bilməlidir? İstifadə zamanı müəyyən edin. Quaş boyadan istifadə zamanı sudan az istifadə olunur. Kağızda ağ rəng üçün ağ boyadan istifadə olunur. 19-da doğru cavab B variantıdır. Quaş boyadan istifadə zamanı sudan az istifadə olunur, amma akvarel boyasında isə sudan çox istifadə olunur. Quaş boya haqqında, akvarel boyası haqqında əsasını ibtidai sinifdə öyrənirik. Bu sual ibtidai sinif sualıdır. 19-da doğru cavabımız B oldu. Quaş boyadan istifadə zamanı sudan az istifadə olunur. Kağızda isə ağ boyadan istifadə edilir quaş boyadan istifadə zamanı. 19B-dir. 20-ci suala baxaq. Şagird komiks təsvir edən zaman bir şəkildən istifadə edərək böyük mətnlər əlavə edir. Şagirdin komiksin düzgün təsviri üçün hansı məlumat olmalıdır? Müəyyən edin. Deməli, şagird komiks təsvir edən zaman bir şəkildən istifadə edərək böyük mətnlər əlavə edir. Şagirdin komiksin düzgün təsviri üçün hansı məlumat olmalıdır? Müəyyən edin. Burada doğru cavab A variantıdır. 20-ci sualda doğru cavabımız oldu A variantı. Deməli, komikslər bir yox bir neçə şəkildən ibarət olur və kiçik mətnlə müşahidə olunur. Komiks haqqında 9-cu sinifdə öyrənirik. Bu sual 9-cu sinif sualıdır. Deməli, komikslər bir yox bir neçə şəkildən ibarət olur və kiçik mətnlə müşahidə olunur. Komikslər bir yox bir neçə şəkildən ibarət olur və kiçik mətnlə müşahidə olunur. Digər variantlarda isə bizə verilibdir komikslər bir şəkildən ibarət olur. Bir şəkildən ibarət olması yanlış variantdır. Sonra böyük mətnlə müşahidə olunması da yanlış variantdır. Ona görə digər variantlar gedir. Qalır doğru cavab A variantı. Komikslər bir yox bir neçə şəkildən ibarət olur və kiçik mətnlə müşahidə olunur. 20-ci sualda doğru cavabımız A variantı oldu.
21-ci suala baxaq. Verilmiş heykəltaraşları əsərlərinə uyğun şəkildə uyğunlaşdırın. Deməli 1, 2, 3, 4 bunları yazdıq, rəqəmləri indi uyğunlaşdıraq. Deməli, Səttar Bəhluzadənin qəbirüstü abidəsi. Səttar Bəhluzadənin qəbirüstü abidəsi Ömər Eldarova aiddir. 4A. 4A. Üzeyir Hacıbəyovun abidəsi Tokay Məmmədova aiddir. 3B. Sonra Həsən Aslanovun büstü Fuad Əbdürrəhmanova aiddir. 1C. Neftçinin büstü Mirəli Mirqasımova aiddir. 2D. 2D variantı oldu. Deməli 1C, 2D, 3B, 4A. 1C, 2D, 3B, 4A. Yəni 21-ci sualda doğru cavabımız oldu B variantı. 21 B variantıdır. 21-də doğru cavabımız B oldu. Deməli, Səttar Bəhluzadənin qəbirüstü abidəsi Ömər Eldarova aiddir. Üzeyir Hacıbəyovun abidəsi Tokay Məmmədova aiddir. Həsən Aslanovun büstü Fuad Əbdürrəhmanova aiddir. Neftçinin büstü isə Mirəli Mirqasımova aiddir. 22-ci sualımıza baxaq. Verilmiş rəssamlara aid əsərləri müəyyən edin. Bu sual deməli 8-ci sinif sualıdır. Yasəmən Mərakeşdə Şirovu. Deməli, başlayaq Mərakeşdə Şirovundan 1, 2, 3, 4. Kodlaşdıraq bunları. Mərakeşdə Şirovu Ejen Delacroix'ın əsəridir. 1A. Sonra Yasəmən dəstəsi Eduard Manet'dir. 2B. Sonra Auguste Renoir'a aid olan Lojada Qadın əsəridir. Auguste Renoir Lojada Qadın 3D. Su zambaqları isə Claude Monet'in əsəridir. Su zambaqları Claude Monet'in əsəridir. 4C. Yəni 1A, 2B, 3D, 4C. 1A, 2B, 3D, 4C. Deməli 22-ci sualda doğru cavabımız oldu A variantı. 22-ci sualda doğru cavabımız A variantıdır. 1A, 2B, 3D, 4C. Deməli, Mərakeşdə Şirovu Ejen Delacroix'ın əsəridir. Yasəmən dəstəsi Eduard Manet'in əsəridir. Su zambaqları Claude Monet'in əsəridir. Lojada Qadın isə Auguste Renoir'ın əsəridir. 22-də doğru cavabımız oldu A variantı. 23-ə baxaq. Verilmiş hansı variant məşhur rəssam Toğrul Nərimanbəyovun yaradıcılığına aid deyil? Müəyyən edin. Toğrul Nərimanbəyovun yaradıcılığına aid olmayan variantı istəyir. Deməli, monumentalist rəssam olubdur. Bu düzdür, ona görə bu gedir. Qrafik rəssam olmayıbdır, miniatürçü rəssam olmayıbdır, opera ifaçısı olubdur. Deməli, 2-3. Qrafik rəssam və miniatürçü rəssam olmayıbdır Toğrul Nərimanbəyov. 2-3. Yəni B variantıdır burada doğru cavab. 23-də doğru cavabımız oldu B variantı. 23 B variantı oldu. Toğrul Nərimanbəyov haqqında 8-ci sinifdə öyrənirik əsasən. Bu sual 8-ci sinif sualıdır. Toğrul Nərimanbəyov monumentalist rəssam olubdur, opera ifaçısı olubdur, amma miniatürçü rəssam və qrafik rəssam olmayıbdır. 23-də B oldu cavab. Sonra gəldik 24-də baxaq. Karikaturanın bir növü olaraq insanın ümumi psixoloji ovqatını və daxili aləmini vurğulayan təsvir necə adlanır? Müəyyən edin. Bu şarjdır. 24-də doğru cavab şarj. 24 D variantı şarjdır. Burada açar söz ümumi psixoloji ovqatını vurğulayır insanın. Ümumi psixoloji ovqatını vurğulayan şarjdır. Şarj karikaturanın bir növüdür. 24-də doğru cavab D variantı. Bu sualda 9-cu sinif sualıdır. 25-ci suala baxaq. Rəssam mətnlə müşayiət olunan böyük ölçülü təsvir yaradır. Hamının başa düşəcəyi simvollardan ibarət. Rəssamın yaratdığı həmin təsviri müəyyən edin. Mətnlə müşayiət olunan böyük ölçülü təsvir plakatdır. 25D variantıdır. Deməli, plakat haqqında 5-ci sinifdə öyrənirik. Bu sual 5-ci sinif sualıdır. 25 oldu D variantı. Plakat böyük ölçülü olur.
Bir də mətndə müşahidə olunur əsasən. 26-ya baxaq. Rəssam təbiət obrazlarından istifadə edərək naxışlar, ornamentlər yaradır. Bu zaman isə əsas elementləri qabardılır. Obrazın deyir, rəssam təbiət obrazlarından istifadə edərək naxışlar, ornamentlər yaradır. Bu zaman isə əsas elementləri qabardılır obrazın. Həmin üsul necə adlanır? Müəyyən edin. Həmin üsul stilizasiya üsuludur. 26-cı sualda doğru cavab A variantıdır. Stilizasiya. Stilizasiya haqqında əsasən 5-ci sinifdə öyrənirik. Stilizasiya hər hansısa bir təbiət obrazının sadələşdirilərək ornamentə, naxışa çevrilməsidir. Buna misal olaraq, məsələn, xalçaları bəzəyən dəvə naxışlarını göstərə bilərik. Məsələn, təbiətdə olan dəvə obrazını götürərək, onun formasını, görünüşünü sadələşdirərək ornamentə, naxışa çeviriblər və həmin ornamentdən, naxışdan da xalçaların bəzəyində istifadə olunur. Deməli, stilizasiya budur. 26-cı sualda doğru cavabımız oldu A variantı. 27-yə baxaq. Rəssam divarda ornamentlərdən ibarət kompozisiya yaradır. Həmin kompozisiya insan və heyvan başlarının fantastik təsvirlərdən ibarət ornamentlərdir. Burada doğru cavab vağ-vağıdır. 27-də doğru cavab A variantıdır. Vağ-vağı. Bu sual da 6-cı sinif sualıdır. Deməli, 28-də gümüşdən oyulmuş naxış formasına firuzəyi rəngli şir məhlulu doldurulur. Zərgərliyin hansı emal üsulu olduğunu müəyyən edin. Firuzəyi rəngli şir məhlulu doldurulursa, bu minaçılıqdır. 28-də doğru cavab C variantıdır, minaçılıq. Bu sual da 6-cı sinif sualıdır. 29-a baxaq. Fovizm üslubuna aid olan xüsusiyyətləri müəyyən edin. Fovizm üslubuna aid olan xüsusiyyətləri müəyyən edək. Deməli, təmiz və kontrast rənglərdən istifadə aiddir. Perspektiv qaydalarına əməl olunmurdu, düzdür. Perspektiv qaydalarına əməl olunmurdu. Fovizm üslubunda 2 aiddir. 3-ə baxaq. Kontur və qara rəngdən tamamilə imtina. Kontur və qara rəngdən tamamilə imtina impressionizm üslubuna aiddir. Ona görə bu gedir. Plenerə üstünlük. Bu da impressionizm üslubuna aiddir. Deməli, doğru cavab 1-2 olandı. A variantıdır. 29-da doğru cavabımız A variantı oldu. 29 A variantıdır. Deməli, fovizm üslubunda təmiz və kontrast rənglərdən istifadə olunurdu. Bir də perspektiv qaydalarına əməl olunmurdu. Fovizm üslubu haqqında isə 8-ci sinifdə öyrənirik. Bu sual 8-ci sinif sualıdır. 30-a baxaq. Postimpressionizm cəryanına aid olan variantı müəyyən edin. Deməli, burada doğru cavab A variantıdır. Ətraf aləmin uzun müddətli vəziyyətini, həyatın məğzini təsvir etməyə səy göstərməklə dekorativ üslubiyyətə üstünlük verir postimpressionizm cəryanı. Deməli, 30-da doğru cavab A variantı oldu. Postimpressionizm cəryanı haqqında da 8-ci sinifdə öyrənirik. Bu sual da 8-ci sinif sualıdır. Əsasən, digər variantlara baxaq. Plenerə üstünlük impressionizm üslubuna aiddir. Ona görə B variantı gedir. Həndəsi formalardan istifadə kubizm üslubuna aiddir. C variantı da gedir. Təmiz və kontrast rənglərdən istifadə isə fovizm üslubuna aiddir. Ona görə D variantı da gedir. 30-da doğru cavabımız oldu A variantı. 31-ci suala baxaq. Şagird muzeydə sərgi zamanı Juan Miro'nun Arlekin karnavalı əsərini görür və həmin əsərin hansı üslubda olduğu ilə maraqlanır. Şagird əsərin hansı üslubda olduğunu öyrənir, müəyyən edin. Arlekin karnavalı sürrealizm üslubundadır. Deməli, 31-də doğru cavabımız oldu A variantı. Sürrealizm üslubu. Bu sual 9-cu sinif sualıdır. 32-ci suala baxaq. Məşhur heykəltıraş Namık Qabonun yaradıcılığına aiddir, müəyyən edin. Spiralvari töhmə üsulundan istifadə, həndəsi prinsiplər. 32-də doğru cavabımız oldu A variantı. Namık Qabo öz yaradıcılığında spiralvari töhmə üsulundan istifadə edirdi. Bir də həndəsi prinsiplərdən istifadə edirdi. Buna görə də onun əsərləri elmi və riyazi görünüşə malik idi. 32-də doğru cavab oldu A variantı. Bu sual da 9-cu sinif sualıdır.
Digər variantlara da baxaq. Plastikanın yeni imkanlarını kəşf etmiş Auguste Rodindir, bir də Ömər Eldarovdur. Heykəlləri təbiətin bir hissəsi kimi yaradırdı. Bu Henry Spencer Moore'dur. Heykəllərin həcmini azaldaraq incə fiqurlar yaratdı. Bu da Alberto Giacometti'dir. Deməli 32-də doğru cavab oldu A variantı. 33-ə baxaq. Fərhad Xəlilovun yaradıcılığına aid olan variantı müəyyən edin. Əsərlərində rəng naturanı təkrarlamırdı. 33-də doğru cavab C variantıdır. Digər variantlara da baxaq. Əsərlərində qadın portretləri üstünlük təşkil edirdi. Bu Sakit Məmmədova aiddir. Əsərlərində həndəsi prinsiplərdən istifadə olunur. Bu Namıq Qaboya aiddir. Əsərlərində miniatür üslubuna maraq. Bu Arif Hüseynova aiddir. Deməli 33-də doğru cavabımız oldu C variantı. Bu sualda 9-cu sinif sualıdır. 34-də baxaq. Məşhur heykəltaraş Fazil Nəcəbovun hansı əsəri çoxsaylı insanların fiqurlarından ibarətdir? Müəyyən edin. Çoxsaylı insanların fiqurlarından ibarət olan əsəri Əks-Səda dövrü əsəridir. 34-də doğru cavab B variantıdır. Əks-Səda dövrü. 34B. Bu sualda 9-cu sinif sualıdır. Deməli 34-də dedik cavab B-dir, Əks-Səda dövrüdür. 35-ə baxaq. Məşhur rəssam Böyükağa Mirzəzadənin yaradıcılığına aiddir. Müəyyən edin. Azərbaycanda teatr rəssamlarından biri olaraq fəaliyyət göstərmişdir. Dekorasiyalar hazırlanmışdır. 35-də doğru cavab A variantıdır. Böyükağa Mirzəzadə teatr rəssamlarından biri olaraq fəaliyyət göstərmişdir və dekorasiyalar hazırlanmışdır. 35A. Böyükağa Mirzəzadə haqqında isə 8-ci sinifdə öyrənirik əsasən. Bu sualda 8-ci sinif sualıdır. 35A oldu. 36-ya baxaq. Məşhur fransız rəssamı Dominik Ingres-in yaradıcılığına aid olan variantı müəyyən edin. Deməli, dünyada inqilabçılara qoşulan ilk böyük məşhur rəssam olmuşdur. Dünyada inqilabçılara qoşulan ilk böyük məşhur rəssam Jacques-Louis Daviddir. Ona görə bu bir olan variant gedir. Eyni mənzərəni əsasən günün müxtəlif vaxtlarında təsvir etmişdir. Bu Claude Monetdir. Bu da gedir. Antik və orta əsrlər dövrünə müraciət edirdi. Bu aiddir. Dominik Ingres'ə aiddir. Dini və tarixi mövzularda kompozisiyalar yaratmağa həyatın əsas şey hesab edirdi. Bu da Dominik Ingres'in yaradıcılığına aiddir. Bir də 4 oldu. Deməli 3, 4 D variantı. 36-da doğru cavab oldu D variantı. 3, 4. Dominik Ingres haqqında da 8-ci sinifdə öyrənirik. Bu da 8-ci sinif sualı oldu. 36D. Deməli, antik və orta əsrlər dövrünə müraciət edirdi. Bir də dini və tarixi mövzularda kompozisiyalar yaratmağı həyatın əsas şey hesab edirdi Dominik Ingres. 37-ci suala baxaq. Azərbaycan incəsənətinə improvizasiya və sərbəstlik gətirən rəssam Mircavad Mircavadovun yaradıcılığına aid olan variantı müəyyən edin. Cəmiyyətdəki nöqsanları əfsanəvi obrazlar vasitəsilə ifadə edirdi. Bu aiddir. Əsasən metal, daş, qum və sement kimi materiallardan istifadə edirdi. Bu da aiddir. Hamı tərəfindən qəbul edilmiş qaydaların inkar edilməsi. Bu da aiddir. Əsasən miniatür üslubuna həssas maraq göstərmişdir. Miniatür üslubu əsasən Arif Hüseynovun yaradıcılığına aiddir. Bir də Böyükağa Mirzəzadədə də miniatür üslubuna maraq var. 4 getdi. Plastikanın yeni imkanlarını kəşf etmişdi. Dedik Ömər Eldarov, bir də Auguste Rodin. 5-də getdi. 1, 2, 3. Burada da doğru cavab oldu. 37-də A. Deməli 37-də doğru cavabımız A variantıdır. Bu sualda 9-cu sinif sualıdır. 38-ci suala baxaq. Paul Gauguin'in yaradıcılığını müasir olduğu cəmiyyətin qəbul etməməsi nəyə gətirib çıxardı müəyyən edin. Qədim şərq ölkələrinə ibtidai incəsənətə maraq və ornamentallığa üstünlük. 38-də doğru cavabımız oldu A variantı. Bu sualda deməli 8-ci sinif sualıdır. 38 oldu A variantı. 39-a baxaq. Paul Killinin yaradıcılığına aid deyil. Müəyyən edin. Dekorativ kollajlardan məharətlə istifadə etmişdir. 39B. Dekorativ kollajlar əsasən Pablo Picasso'ya aiddir. 39-da doğru cavabımız oldu B variantı. Bu sualda 9-cu sinif sualıdır. 40-cı suala baxaq. Sezon sayağı kubizm mərhələsinə aiddir. Müəyyən edin. İri bir qədər kobud formaların olması. 40-da da doğru cavab oldu C variantı. Bu sualda 9-cu sinif sualıdır. Sonda bitdi. 40 sualın hamısı
Burada deməli təxmini siniflər üzrə sualların düşməsini hazırlamışam. Məsələn, ibtidai siniflər üzrə təxminən 6 sual düşübdür. 5-ci sinif üzrə təxminən 5 sual, 6-cı sinif üzrə 4 sual, 7-ci sinif üzrə təxminən 5 sual, 8-ci sinif üzrə də 5 sual, 9-cu sinif üzrə 13 sual düşübdür. Yəni ən çox sual bu il miqdə məhz 9-cu sinif üzrə düşübdür. Şəkil üzrə sual isə cəmi bir dənə idi. Həmin o alma sualı idi. Alma üzərində işıq kölgə keçidlərinin müəyyən edilməsi idi. Ondan başqa şəkilli suallar düşməmişdi. Deməli, bu sualları test formatında test olaraq vaxtım olduqca Telegram kanalında da paylaşasıyam. Bu Telegram kanalına daxil olaraq həmin miqə düşmüş sualları, eyni zamanda sertifikasiyada düşmüş sualları onlayn şəkildə işləyə bilərsiniz istəsəz. Və bu Telegram kanalının linkini videonun alt hissəsində qoyacağım. Daxil olub oradan kanaldan testləri işləyə bilərsiniz. Eyni zamanda MİQ suallarını, eyni zamanda həm də sertifikasiya suallarını PDF formada da bu kanalda yerləşdirəsiyəm vaxt edib. Yəni bu kanala daxil olaraq həm özümün hazırladığım testləri işləyə bilərsiniz onlayn şəkildə, həm də MİQ və sertifikasiyada düşmüş sualları işləyə bilərsiniz. Bu qədər. Bununla da bitdi. Hamıya uğurlar arzu edirəm. Sağ olun.